hər kəsin bəlli standart ssenarisi var, onları bölüb və hər kəsə eyni şeyləri sürekli əzbərlər, təkrarlar deyə bir göstəriş gibisi bir şeydən və eyni şeyləri eşidən adam nə etməlidir? O da məcbur olub eyni şeyləri təkrarlamalıdır. Çünki başqa müxtəlif adamlardan eyni şeyləri eşitdikcə artıq vahid mərkəzdən idarə olunan bir şeymiş kimi fikri istər-istəməz oyanar və bütün hallarda, yəni o da yeni bir şey deyil. Demək olar ki, sənin aşağı-yuxarı bildiyin, uyduğun, burada bir dənə balaca it var, yolunu itirib. Mənə elə gəlir, bəzi kölgələr də yolunu itirib. O kölgələr bilsə ki, kimin kölgəsi olmalıdır, hər şey yoluna düşəcək, amma hələ ki bilmirlər. Hələ ki, yəni arafda qalıb.